Aha, davam edirik video izahımıza. Dedik ki bundan önceki mövzuda Dehli Sultanlığının video izahını vermiştim. İndi isə Böyük Moğol Dövlətinin video izahını verəcəm. Deməli dedik ki, Böyük Moğol hökmdar olan, daha doğrusu hələ hökmdar değildi. Yəni Zahirəddin Babur Panipat döyüşündə 1526-cı ildə Dehli Sultanı İbrahimlini məğlub edir və Dehli Sultanlığının varlığına son qoyur və Böyük Moğol Dövlətinin əsasını qoyur 1526-cı ildə. Böyük Moğol Dövləti 1526-dan 1859-cu ilə kimi mövcud olub. 1859 sizin kitablarda yoxdur, yəni onu qeyd edərsiniz hakimiyyət mövcud olduğu illəri. Aha, Böyük Moğol Dövlətinin paytaxtı Aqra şəhəri idi. Daha sonra deyəcək ki, Böyük Moğol Dövlətinin Dehli Sultanlığından fərqli xüsusiyyətlər var idi ki, bunlar nə idi? Deməli, Dehlidə demişdik ki, İslamı zorla yayılırdısa, amma Böyük Moğol Dövlətində İslam zorla məcburi yayılmırdı. Hind knyazlarına, Moğol dövlətində Hind knyazlarına vəzifə tutmağa icazə verirdilər, vəzifə tuta bilərdilər. Həmçinin Böyük Moğol dövlətində cizyəni ləğv edir Babur Şah. Daha sonra deyəcək ki, torpaq əsasən dövlətin idi. Və bir də burada deyəcək ki, Pakistanlılar Böyük Moğol dövlətinin varisləri hesab olunurlar. Daha sonra biz Moğol dövlətinin qızıl dövrü, qızıl əsri adlanan hökmdar danışacağıq Əkbər Şahdan. Əkbər Şah 1556-cı ildən 1605-ci ilə kimi mövcud olub. Onun dövründə deməli Hindistanın mərkəzin və şimalını tutur. Amma belə deyək də Böyük Moğol dövləti ümumilikdə Hindistanı belə deyək də vahid hamısını tutur, amma bu Əkbər Şahın dövrünə aid deyil. Yəni Əkbər Şahın dövründə ancaq Hindistanın mərkəzi şimalı tutulur. Amma hamısı tutulmur. Amma deyirik ki, Böyük Moğol dövləti Hindistanın hamısı vahid şəkildə tutub. Bu Əkbər Şahın dövründə deyil. Daha sonra mərkəzdəki əhali vergini pulla verirdi. Mərkəzdəki əhali vergini pulla verirdi. Əhali məhsulun 1/3-ni vergi şəklində verilirdi. Dediyimiz kimi Əkbər Şahın dövrü qızıl dövrü adlanır. 1575-ci ildə müstəhid elan olunur ki, yəni dini lider. Əkbər Şahın dövründə dini birlik var idi. Osmanlı dövləti ilə, Səfəvi dövləti ilə, Özbəklərlə, Portuqallarla dost münasibətində idi. 18-ci əsrdən Böyük Moğol dövləti zəifləyir və 19-cu əsrdə deyəcək ki, süqut edəcək. Daha sonra burada deyəcək ki, Cagir xidmət müqabilində verilən torpaq idi. Onun sahibi isə adlanırdı Cagidar. Dehli Sultanlığında demişdik ki, xidmət verilən torpaq iqta idi, sahibi isə adlanırdı zəmindar. Deməli, Dehli ilə Moğolun oxşar cəhəti nə deyə bilərik? Hər ikisinə də xidmət müqabilində torpaq verilirdi, amma adları fərqli idi. Yəni, Böyük Moğolda adlanırdı Cagir, Dehlidə adlanırdı iqta. Hər ikisi türk mənşəli idi, hər ikisi Hindistan ərazisində yaranmışdı. Amma Böyük Moğol dövlətində zəmindar Hind knyazlarına məxsus irsi torpaqlar idi. Amma Dehli Sultanlığında dedik ki, zəmindar xidmət müqabilində verilən iqta torpaqlarının sahibi adlanırdı zəmindar. Burada isə Hind knyazlarının irsi torpaqları idi. Dövlət torpaqları xalis adlanırdı, soyurqal isə irsi torpaqlar idi. Belə, Böyük Moğol dövləti ilə bağlı əsas vacib məqamları sizlərə qeyd etdim.